Listen to the passage and answer the questions. Mətni dinləyin və sualları cavablandırın. Choose the correct statement according to the passage. Mətnə görə düzgün cümləni seçin. Bizim dinləmə mətnimiz Əli ilə qeyd edək ki, Leyla arasında maşınlar haqqında olan dialoqdan ibarət idi. Və ilk sualımızda, yəni qeyd olunan məlumata görə C variantı bizim düzgün cavabımız götürülür. Mətnimizdə də qeyd olunduğu kimi Ali's father has a fast car but it is not a Mercedes. Yəni Əlinin atasının maşını sürətli bir maşındır, lakin Mercedes deyil. Düzgün cavabımız mətnə görə C variantı götürülür. Digər variantlarda Ali wants to buy a Mercedes now. Əli indi Mercedes almaq istəyir. Yanlışdır. Yəni indi Mercedes almaq fikri yox idi onun. Leyla likes only black cars. Leyla yalnız qara maşınları sevir, ağ maşın sevirdi. Leyla already has a silver Mercedes. Leylanın artıq gümüş rəngli bir Mercedesi var. O bir gün alacağı Mercedesin rəngini bu rəngdə qeyd etdiyi üçün yanlışdır. Leyla dislikes modern cars. Leyla müasir maşınları bəyənmir, əksinə bəyəndiyi üçün səhvdir məlumat. Düzgün cavab C variantı götürülür.